Yay mövsümündə insanlar təbiət qoynunda olmağa, dincəlməyə can atırlar. Şəhərin aqressiv ritmindən çıxıb özlərini ruh oxşayan təbiətdə tapmağa çalışırlar. Təbiətin qoyunu istirahət eləmək, ailə üzvləri ilə, dostlarla maraqlı vaxt keçirmək, əylənmək, ünsiyyət qurmaq üçün insana lazım olan ən gözəl məkandır. Bu, həmişə mövcud olan piknik ənənəsidir. Piknik dünyada ən çox yayılmış turizm formalarından biridir. Azərbaycanda turizm həvəskarlarının 60%-i ən azı ildə bir dəfə piknik eləyir. Kəşflərin ardınca 2 marşrut üzrə hərəkət eləməyi planlamışıq. Birinci piknik yerimiz Xızı dağlarının qoynunda, Altağac Milli Parkının icazəli ərazisində. İkincisi isə Azərbaycanın Şamaxı rayonunun Qaladərə kəndində, gölün qırağında olan xüsusi piknik yerində olacaq. Fərqli yerlərdə olub, fərqli mənzərələrdə piknik quracağıq. İndi yolumuz Xızı rayonunadır. Xızı Azərbaycanın paytaxtı Bakıdan 102 kilometr aralı məsafədə yerləşir. Avtomobillə bu yolu 1 saat yarıma gedə bilərsiniz. Son vaxtlar araşdırmalara görə Avropanın 40, Azərbaycanın isə 50% insanları təbiət qoynunda süfrə açıb əylənməyi, yemək yeməyi, dostlarla, ailə üzvlərlə istirahət eləməyi, bir sözlə piknik qurmağı çox sevirlər. Bu bir növ ənənə xarakteri daşıyır. Və Azərbaycanın demək olar ki, bütün bölgələrində piknik yerləri var. Xüsusilə də dağlıq ərazilərdə. Biz hal-hazırda Azərbaycanın paytaxtı Bakı şəhərinə ən yaxın dağ rayonu olan Xızıdayıq. Burada piknik quracağıq. Azərbaycanın paytaxtı Bakı şəhərinə ən yaxın dağ rayonu olan Xızını piknik səltənətli adlandırırlar. Xızı və Altağac Milli Parkına isə hər il 50 minə yaxın turist gəlir. O, şəhərin səs-küyündən, qof-qovundan, narahat həyatından qaçanların nəfəs aldığı gizli bir cənnətdir. Belə bir cənnəti kəşf eləmək üçün Xızının seyrinə çıxırıq. Xızı dağları Azərbaycanda dillər əzbəridir. Bu dağlar istər yayda, istərsə də qışda nağılvari görkəm alır. Qədim tarixə malik dağ rayonu olan bu bölgənin bir tərəfi Qafqaz dağları, bir tərəfi isə Xəzər dənizidir. Xızıya gedən yolda Bakı-Quba yolundan 10 kilometr aralıda maraqlı bir təbiət hadisəsinin şahidi olacaqsınız. Xızı gələn qonaqları ilk qədəmdən təəccübləndirə bilir. Bölgəni əhatə eləyən yamyaşıl dağlara qədər qeyri-adi görünüşü ilə diqqəti çəkən qırmızı dağlarla rastlaşacaqsınız. Onlara rənginə görə Xızının Xınalı dağları da deyirlər. Xızının əsas hissəsi isə meşələrlə örtülüdür. Rayon ərazisində sahəsi 11 hektardan çox olan Altağac Milli Parkı fəaliyyət göstərir.
Milli Park 2004-cü ildə eyni adlı qorğun bazasında Xızı və Siyəzən rayonlarının sahəsində yaradılıb. Böyük Qafqazın təbiət landşaftını, flora və faunasını qorumaq məqsədi ilə yaradılmış qorğun ərazisinin 90% təbii meşələrlə örtülüdür. Altıağac Milli Parkı 5 hissədən ibarətdir. Ərazinin 3-ü qorunur və onlara giriş icazəlidir. Çünki burada adları Azərbaycanın Qırmızı kitabına daxil olan müxtəlif növ bitki və heyvanat aləmi var. Digər 2 əraziyə isə sərbəst daxil olmaq mümkündür. Məhz bu ərazilərdə piknik üçün əla şərait yaradılıb. Mövsümündə yerli sakinlər, əcnəbi turistlər bu yerlərdən təbiət qoynunda dincəlmək üçün istifadə edirlər. Xızıda Altıağac Milli Parkı ərazisində bir neçə piknik yeri var. Onlardan birindəyik. Burada süfrə açacağıq və təbiətin bu ab-ı havasından həzz almağa çalışacağıq. Burada çox gözəl təbiət mənzərəsi var. Altıağac Milli Parkı təbiətdən zövq almaq, dincəlmək üçün gözəl yerdir. Bu meşələr Azərbaycanın ən zəngin ekosistemlərindən biridir. Burada havanın hər udumunda minlərlə ağacın nəfəsi var. Bura gələn hər kəs təbiətin insan üçün necə bir nemət olduğunu daha yaxşı anlayır. Piknik süfrəmizi açmaq üçün lazım olan bütün ərzaqları stolun üstünə düzmüşük. Demək, bizim kabab çəkmək üçün toyuq qanadlarımız var, sosis, kalbasa var. Bundan başqa badımcan, biber, pomidor, xiyar, pendir, təndir çörəyi, qarpızımız da var və sonda közdə kartof bişirəcəyik. Buna kartof külləməsi deyirlər. Bir də samavar çayı dəmləyəcəyik. Başlayaq. Azərbaycanda piknik sadəcə süfrə açmaq, yeyib əylənmək demək deyil. Bu bir ailə ənənələrinin yaşamasıdır. Piknik mərasimi həm də yaxşı komanda işidir. Bu ənənədən hər tərəfli faydalanmaq olar. Demək, pişirəcəyimiz ərzaqlarımız artıq hazırdır, doğranıb, şişə çəkilib. Bu bizim manqal və onların hamısını burada pişirəcəyik. Onu da deyim ki, burada çox gözəl hava var və adamın bu təbiətdə ruhu dincəlir. Gedək.
Təbiət sevərlərin fikrincə piknik təbiətdə təbiətlə ünsiyyətdir. Onun dilini tapsan, o sənə çox sirlər açar. Burada tək ruhun, bədənin dincəlmir. Burada düşüncələrini toparlaya, yeni ideyalara qapı aça bilərsən. O insana həm huzur gətirir, həm də ruhlandırır. Ona ilham verir. Piknik süfrəmiz hazırdır. Qalır bircə yemək. Onu da qeyd edeyim ki, bunların hazırlanmasına təxminən 40-45 dəqiqə vaxtımız getdi. Əvvəl başlayaq toyuqdan. Yumuşaq. Duzu istiyotu da yerində. Təndir çörəyinə, toyuq qanadları beləcə manqal üstündə çox ləzzət edir. Nuş olsun. Artıq Xızı səfərimizi tamamlayıb, üz tuturuq tək Azərbaycanın deyil, Şərqin ən gözəl şəhərlərindən biri olan Şamaxıya. Zümrüdü meşələri, gözəl və şəfalı havası olan bu bölgə Azərbaycanda piknik ərazilərinin sayına görə top 5-likdə olan bölgələrdən biridir. Şamaxı rayonu paytaxt Bakıdan 122 kilometr aralı məsafədədir. Bu isə avtomobillə 2 saatlıq yol deməkdir. Azərbaycanın bölgələrində mövcud olan piknik yerləri yerləşdiyi ərazinin və ya kəndin adı ilə tanınır və onlar çox məşhurdurlar. Mövsümündə bu yerlərə minlərlə insanlar ailə üzvləri ilə, dostları ilə gəlir, piknik qurur, istirahət edirlər. Şamaxının Qala Dərəsi kəndi ərazisində yerləşən piknik yerləri də belə məkanlardan biridir.
Ora yol kəndin içindən keçir. Qala Dərəsi kəndi isə dağların ətəyində, yaşıllıqların içində yerləşir. Daha bir piknik ərazisini kəşf eləmək üçün Şamaxıdayıq. Böyük Qafqaz dağları bu diyara ecazkar bir təbiət mənzərəsi bəxş edib. Bura gələn hər kəs onun sehrinə düşür. Ona görə də Şamaxı Azərbaycanda yerli və xarici turistlərin ən çox səfər elədiyi bölgələrdən biri sayılır. Baş Qafqaz silsiləsinin cənubi şərq ətəklərində yerləşən Şamaxı Azərbaycanın ən qədim tarixə malik şəhərlərindən biridir. 2500-ə yaxın yaşı olduğu deyilən Şamaxı bir neçə əsr ərzində Şirvanşahlar dövlətinin paytaxtı olub. Şamaxı dəniz səviyyəsindən 749 metr hündürlükdə yerləşir. Maksimal hündürlük 2500 metrə çatır. Səthi əsasən dağlıqdır. Rayonun şimalını Baş Qafqaz silsiləsinin cənub hissəsi tutur. Şahdağ Milli Parkının cənub hissəsi Şamaxı rayonunun ərazisindədir. Şamaxının Qala Dərəsi kəndi ərazisindəyik. Bu kənd yerləşdiyi ərazinin relyefinə uyğun Qala Dərəsi adlanır. Burada çoxlu sayda müxtəlif cür piknik yerləri var. Bura meşələrin və qayaların arasında və gölün qırağında yerləşən piknik yeridir. Bu göl məhz bu əraziyə xüsusi cazibə və biraz da əyləncə qatır. Şamaxının özünə məxsus təbiəti, mülayim iqlimi, mineral bulaqları var. Məhz bu imkanlara görə bölgə cazibəsini biraz da artırır. Xızıda piknik eləyəndə biz yemək süfrəsi açdıq. Şamaxıda isə Qala Dərəsi kəndi ərazisində yerləşən piknikdə çay süfrəsi eləmək qərarına gəldik. Samavar qaynadacağıq, daha sonra isə Şamaxının dağlarından toplanmış çiçəklərdən, otlardan çay dəmləyəcəyik. Və stolumuzun üstündə müxtəlif şirniyyatlar var. Onu da deyim ki, bu yerli məhsuldur, Baskal halvası. Çox dadlıdır və yerli bal var. Onun da dadı bir başqadır. İndi başlayacağıq birinci samavarı qaynatmaqdan. Samavar suyu qaynayana qədər isə gölün yaxınlığında yerləşən meşəlikdə gəzmək olar.
Qala Dərəsi piknik yerinin yaxınlığında Şahdağ Milli Parkın ərazisində məşhur Xalud şəlaləsinə hiking marşrutu var. Siz bu marşrutdan da istifadə edib cığır yürüyüşünə çıxa bilərsiniz. Yəni burada həm piknik qura bilərsiniz, həm cığır yürüyüşünə çıxa bilərsiniz, həm də Şamaxının məşhur Xalud şəlaləsini görmə imkanınız var. Bir sözlə burada gününüzə gözəl bir rəng qata bilərsiniz. Adətən yerli turistlər bu fürsəti əldən vermir. Çünki yerli sakinlərin fikrincə Qala Dərəsinə gəlib 2006-cı ildə yaradılan Şahdağ Milli Parkın Şamaxı bölməsinin ərazisi olan meşəliyi görmədən getmək piknik mərasimini tamamlamamaq deməkdir. Parkın sahəsi Şamaxı ərazisində 6 hektara yaxındır. Şamaxıda havalar nə çox şaxtalı, nə də çox qızmar olur. Uca dağlar qoynunda palıd, fıstıq, vələs meşələri, göz oxşayan yamyaşıl çəmənliklər və kol bitkiləri yazdan payıza qədər ecazkar bir mənzərə yaradır. Piknik yaxınlığında yerləşən meşə ilə gəzə-gəzə gedib, Şamaxıda məşhur olan Xalud şəlaləsini də görə bilərsiniz. Milli Parkın ərazisində yerləşən bu şəlaləyə hiking marşrutu da mövcuddur. Piknikə gəlmişkən fürsətdən istifadə edib bu marşrutu da qət edə bilərsiniz. Nəhayət mənzərəli Xalud meşəsini keçib, gəlib Xalud şəlaləsini gördük. Şəlalə 30 metr hündürlükdən tökülür. O, Qala Dərəsi kəndinin 3 kilometrliyində yerləşir. Mövsümündə bol sulu olur. Bura gəlmək üçün 1 kilometr yolu piyada gələcəksiniz. Əvəzində belə bir təbiət gözəlliyinin şahidi olacaqsınız. Samavarımızın suyu artıq qaynayıb, indi otlardan, çiçəklərdən çay dəmləyəcəm. Şamaxı rayonunun ərazisində 50-dən çox adda dərman bitkiləri yetişir. Piknik ərazisində çay süfrəsi qurmağımızın bir səbəbi də bu bitkilərdən hazırlanan çayın dadına baxıb Şamaxının təbiətindən həzz almaqdır. Siz otların, çiçəklərin rənginə baxın. Ətri də çox gözəldir.
bütün dağların, meşələrin ətrini hiss eləyirsən. Burada olanda başa düşürsən ki, piknik sadəcə təbiət qoynunda məclis qurub dincəlmək deyil. O həm də ruhun yüklərini boşaltmaqdır. Burada insanlar bir-biri ilə daha səmimi olur. Sanki təbiət hər kəsi bir-birinə burada daha da yaxınlaşdırır. Dağ çiçəklərindən dəmlənən çayın və dağ çiçəklərindən çəkilən balın dadı piknik süfrəsində sizə xüsusi zövq verəcək. Bu, həm də insanın təbiətlə bağ qurduğu an deməkdir. Xızı və altağac meşələri, Şamaxı piknik əraziləri isə bu bağ üçün ən gözəl məkanlardılar. Bura gələn hər kəs başa düşür ki, təbiət bizdən çox şey istəmir. Əksinə, o bizə ehtiyac duyduğumuz huzuru verir. Biz isə onu sadəcə qorumalı və sevməliyik. Özümüzü, ailəmizi, dostlarımızı sevdiyimiz kimi. Qarşılıqlı sevgi bizi kəşflərə aparacaq. Kəşf eləmək isə həmişə gözəldir.